Salam hər kəsə. Dünənki videodan sonra belə videoların daha çox olmağını istədim və insanlar istədim ki, nəyi hardan alacağını bilsin. Bugün sizin üçün şəhərin 5 böyük marketindən makaron çəkilişləri etdim. Harda nə endirimlər var, gəlin birlikdə baxaq. Hə dostlar, bir də belə videoların daha çox olmağını istəyirsinizsə bir like'ınızı xahiş edirəm. Əgər bəyənib paylaşsanız daha da sevinərəm. Ayrıca şərhlərdə qeyd edə bilərsiniz ki, sabah sizin üçün hansı məhsulla, harda nə endirim var tapım, çəkim, sizlərlə paylaşım. Hazırsınızsa getdik. İlk marketimiz Megastor mağazalar şəbəkəsidir. Burada Ankara makaronları düşüb 1 manat 47 qəpiyə, 1 manat 90 qəpiyə olub əvvəllər. Richmond makaronu düşüb 89 qəpiyə, ayın 12-sinə qədər davam edir endirim. Savilla makaronlarında endirim yoxdur. Farella makaronları isə 1 manat 29 qəpikdən 97 qəpiyə düşüb. Belə bir teşhir də gördüm. İndi çəkəcəm sizin üçün. Tonelli makaronları 89 qəpikdən 77 qəpiyə düşüb. Növbəti marketimiz Bazar Store olacaq. Bazar Store mağazalar şəbəkəsində isə Ankara makaronları 1 manat 55 qəpiyə düşüb, 1 manat 90 qəpikdən. Onun yanında gördüm elə doymaq makaronları var idi. Doymaq makaronlarında endirim isə 99 qəpikdir. Doymaq makaronları 99 qəpiyə düşüb 1.35-dən. Vitrində isə Savilla makaronları var. 90 qəpiyə endirimə düşüb. Burada belə bir makaron da gördüm. Harika. Harika makaronu əvvəl eşitməmişdim, amma 1 manat 29 qəpiyə prob eləməyə dəyər məncə. Yenə də doymaq makaronlarının endirimlərini görürsünüz. Richmond yenə burada da 89 qəpikdir. Savilla makaronlarında burada da endirim yoxdur. Ankaranın zaten endirimini teşhirdə görmüşdünüz. 1 manat 55 qəpiyədir. Barilla makaronları da həmişəki kimi hələ ki endirimdə yoxdur. Üçüncü marketimiz Rahat market şəbəkələridir. Rahat market şəbəkələrindən gözləmədiyim halda demək olar ki, heç bir makaronda endirim görmədim. Ona görə də çox böyük bir çəkiliş eləmədim. Sadəcə burada gördüyüm endirim bir tək Richmond makaronlarındaydı. 1.17-dən yenə də burada da 89 qəpiyə düşüb. Rahat marketlərdə həmişə endirim çox olardı, amma bu səfər nəsə mən görmədim endirim. Növbəti marketimiz olacaq bizim Neptun mağazalar şəbəkəsi olacaq. Neptun mağazalar şəbəkəsində görək nə olacaq. Neptun mağazalar şəbəkəsində də sadəcə Farella makaronu 99 qəpiyə düşüb. Digər makaronlarda demək olar ki, endirim görmədim. Bir sonraki marketimiz olacaq Araz marketlər şəbəkəsi. Araz marketlərdə düşünürəm endirimlər yaxşı olar və ilk olaraq qarşımıza çıxır Petrovski Nivi 75 qəpiyə endirimdə olub. Ondan sonra doymaq makaronlarında burada endirim yoxdur. Həmçinin harika makaronlarında da endirim yoxdur. Ankara makaronları 1 manat 90 qəpikdən 1.49-a düşüb. Deyim ki, Megastor mağazalar şəbəkəsində 1.47 idi. Rolton makaronu var idi burada 1 manat 39 qəpik və digər makaronlarda endirim görmədim. Bir sonraki marketimiz olacaq Bravo marketlər. Bravo'nun Həzaslavondakı filialı, ən böyük filiallarından biri. Burada Barilla makaronlarında endirim gördüm. 2 manata düşüb Barilla makaronu. Ankara makaronlarında endirim yox idi. Ancaq Ankara makaronlarında belə bir şey var idi. 2 ədəd alsanız 3 manata olur. Yəni 1 ədədi 1 manat 50 qəpiyə düşür. Gördüyünüz kimi vitrinlər biraz səliqəsizdir. Ümid edirəm çəkilişimizdən sonra vitrinlər də daim səliqəyə salırlar. Amma daim alış-veriş olduğu üçün vitrinlər səliqəsiz ola bilər. Doymaq makaronlarında endirim yox idi. Burada da belə bir makaron gördüm 1 manata və 5 kiloluq makaron kilosu 1 manat 51 qəpikdən 1 manata düşüb. Hələlik bu qədər dostlar. Növbəti videolarda görüşərik. Şərhlərinizi gözləyirəm.